Lakin, əziz qardaşlar, alimlər deyirlər ki, müəyyən əməllər var ki, insan o əməl üzərində olarsa, ümid edilir ki, öləndən sonra xeyir üzərindədir. Və müəyyən əməllər var ki, insan o əməl üzərində ölərsə, qorxulur ki, o adam cəhənnəmə düşə bilər. Buna deyirlər, gözəl sonluq və pis sonluq. Husnul xatimə, su'ul xatimə. İnsan, subhanallah, olur ki, elə əməl üzərində ölür, ibadətlə, ibadət üzərində, oruclu halda, cümə günü, namazda. Bu, nəyin əlamətidir? Pis sonluğun, yoxsa xeyr, yaxşı sonluğun? Deməli, ehtimal olunur, ümid edilir ki, gözəl sonluq oldu aqibəti. Husnul xatimə ilə getdi. Allah uzaq eləsin, bir insan da pis, içkili əhsən, Allah uzaq eləsin. Sərxoşdur, içib, dünyasını dəyişir sərxoş halda. Yaxud zina etdiyi vaxtı, yaxud oğurluq etdiyi vaxtı. Yaxud pis-pis mumlar yerlərdə, o fuhuşxanalar olur, orada əyləndiyi yerdə dünyasını dəyişir. Bu nəyin əlamətidir? Pis sonluğun, subhanallah. Lakin qətiyyətlə deyə bilmirik. Ona görə suala cavab olaraq deyirik ki, gözəl əməl üzərində ölmək gözəl sonluğun əlamətidir.